Bir dənə İmam Hüseynlə Allahın arasındakı rabitəyə baxın. Allahdan nə qədər fərmanlar gəlir İmam Hüseyn əleyhissalama. Nə qədər göstərişlər gəlir İmam Hüseyn əleyhissalama. Çünki məqam gedir yuxarı. Məqam əl-bəla'u lil-vila deyiblər. Bəla məhəbbətdəndir. Yəni İmam Hüseyn əleyhissalamın ki, məqamı qalxır, Allahın məhəbbəti çoxalır, nəticədə nə baş verir? Nəticədə bu baş verir ki, göstəriş gəlir. İmam Hüseyn də o göstərişləri qəbul eləyəndə axırda Allaha üst tutur, deyir ki, ilahi, o bəla camında bir şey qaldı yenə göndərəsən, gərcam-ı bəlada yenə var badəyə möhnət, göndər yenə ya Rəb gözümə qoyma xumari. İmam Hüseyn əleyhissalamın dilindəndir. Allah, bu qədər ki mənə verdin, tapşırıq verdin, bu tapşırıqlara mən sinə gəldim, bu göstərişinləndir ki, mən gəlmişəm Kərbəlada. Sənin göstərişinləndir ki, Əli Əsqərimi gətirmişəm, Əli Əkbərimi gətirmişəm. Doğranmaqlarına, Südəmər körpənin oxlanmağına Allah, sən razılıq vermişsən, mən də sənin razılıq və razılıq vermişəm. Məqam qalxdıqca Allahın əmirlərinə, göstərişlərinə baxın. İlahi, bu nə göstərişlərdir sən İmam Hüseynə verirsən? Allah göstərir ki, mən bir bəndəmi çox istəsəm, ona göstəriş verirəm. Ona fərman, mən onu rahat buraxmaram. Mən onu sərbəst buraxmaram. Məqamı qalxdıqca mən ona göstəriş verirəm. Deyirlər, İmam Hüseyn ağanın köməkçilərindən biri namaz vaxtı idi. Aşuranın günündə ağa namaz qılır. Bu səhabə keçdi, özünü sipər elədi oxlara. Ki, gələn ox İmam Hüseynə dəyməsin, dəysin ona. Deyir, o gələn oxlar dəydi o şəxsə, ağa namazın qutaranda gördü o şəxs yıxıldı yerə. Zahirən adı Səd olub. Yıxıldı yerə. Ağa gəldi başının üstünə. Gözlərini açdı, qanlı gözləri ilə baxdı İmam Hüseyn əleyhissalama. Bir dənə ürək yandıran söz dedi. Dedi, əvə feytə, ağa, sənə vəfalı ola bildim. Ağa, dərdüvə dərman ola bildim. Mən bura sənə əlac olmağa gəlmişdim. Necə, əlac ola bildim yoxsa yox? Elə bir biri üçün bir iş görürsən, axırda deyirsən, nə oldu? Ağa, razı qaldın. Gözlərin açır İmam Hüseyn əleyhissalama bunu deyir. Ağa, vəfalı ola bildim. Ağanın indi ona mükafatına baxın. Gör nə deyir ağa. Deyir, əntə əmami fil cənnə. Sən cənnətdə mənim önümdə olacaqsan. Cənnətdə olacaqsan heç ha, cənnətdə mənim qarşımda olacaqsan. Təsəvvür edin, İmam Hüseyn ağa şəhidlərlə gəlir, bir nəfər də İmam Hüseyn ağanın qabağı ican gedir. Ağa, bu kimdir? Bu adamdır ki, sinəsin mənə sipər elədi, ox mənə yox, onun bədəninə dəydi və mən namaz qıldım. Onun mükafatı budur ki, mən ona dedim, sən cənnətdə məndən qabaq olacaqsan. Cənnətdə, cənnət cavanlarının ağasının qabağında dayanmaq nə böyük mükafatdır. Adam daxil ola behişdə İmam Hüseyn əleyhissalamın önündə dayana. Bu o adamdır ki, mənə qabağımda dayanıb oxlara bədənini sipər elədi, indi cənnətdə də mən onu özümdən qabağa keçirtmişəm. Bunlar nə deməkdir? Bunlar o deməkdir ki, kimin ki məqamı çoxaldı, Allah ona elə göstərişlər verər, o göstərişlərin nəticəsində gör hara çatar. O Səd İmam Hüseyn əleyhissalamdan göstəriş almışdı ki, sən dayan. Dayanandan sonra o göstərişə əməl elədi və məqama bax, İmam Hüseyn əleyhissalam tərəfdən ona verildi Allahın izni ilə ki, o imamın qarşısında önündə dayansın. Bəli, Allah bəndəsini çox istəyəndə, onun məqamını hətta artıranda belə deyil ki, hökmü götürər. Əksinə, biraz da onu hökmlə yükləyər və bu Allahın mərhəmətidir, diqqətidir.